Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və salamu alə mən lə nəbiyyə və adə əmmə bə'd. Selamu aleykum və rəhmətullah və bərəkatuhu. Elhamdülillah biz Səhih Buxari kitabını oxumaqda davam edirik və deməli biz Kitabul İmandayıq. Kitabul İman Səhih Buxari'də ikinci kitabdır. Deməli 19-cu baba gəlib çatdıq, fəslə. Buxari buyurur ki, rahiməhullah, bu babın adını belə adlandırır. Bab İzə ləm yekunil İslamu aləl haqiqa və kənə aləl istislami əvəl xavfi minəl qətl. Liqavlihi Teala qalətil ə'rabu əmənnə qul ləm tu'minu və ləkin qulu əsləmnə. Fəizə kənə aləl haqiqa fəhuvə alə qavlihi cəllə zikruh innəd dinə indəllahil İslam. Həddəsənə Əbul Yaman قال أخبرنا شعيب عن الزهري قال أخبرنا عامر بن سعد ابن أبي وقاص عن سعد رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال أعطى رهطا وسعد جالس. Yani burada söhbət nədən gedir Şeyh Rahimullah? İslamla imanın fərqləndirir. Yəni zahirən biz deyirik adam həm müsəlman. Lakin mömin demək məsələsi mömin imanla bağlıdır. Ona görə zahirən biz məsələn kimi görürük, deyirik, müsəlman. Amma mömin yox. Bu bir tərəfdən. Lakin bir tərəfdən, yəni hər bir müsəlman mömindir. Ümumən. Çünki İslamla imanın arasında bir yerdə olanda fərq olur. Amma təklikdə olanda hələ ikisi də eyni mənanı daşıyır. Amma məsələn bir yerdə olanda görürsən ki, İslam bir mənadadır, iman bir mənadadır. Və təbii ki, ən birinci adam müsəlman olur, sonra mömin olur. Çünki İslam əsasən təslim olmaq deməkdir, zahiri əməllərə aiddir. Amma iman isə qəlbi, batinə aiddir. Yəni qəlbi əməllərə aiddir. Bunlar ikisi də bir-birini tamamlayır. Məsələn, bunlardan zəiflik ola bilər ikisindən birində ya ikisində də. Və Şeyh Rahimullah babın adını buyurur ki, İzə ləm yekunil İslamu aləl haqiqa. Əgər həqiqi İslam olmasa, məsələn, sadəcə təslim olub qorxusundan ki, buna zərər gələr, nəsə olar buna, onda yəni fayda vermir. Təbii ki, ən birinci qəlbinə iman gətirmək lazımdır. Qəlbinə. Və zahir onu təsdiqləyir. Zahir bunlar ikisi də bir-birinə bağlıdır. İndi Şeyh Rahimullah İmam Buxari burada 27-ci hədisdə deməli Sa'd ibn Əbu Vaqqasın deyir ki, Ən Sa'd radiyallahu anhu ənə Rasulullah sallallahu aleyhi ve sellem qalə a'ta rahtan. Raht, Peyğəmbər sallallahu aleyhi ve sellem yanı bir dəstə gəlir rahat. Təxminən 3 ilə 9, 3 ilə 10-un arasında olan bir dəstə adam gəlir Peyğəmbər sallallahu aleyhi ve sellem yanına. Və Sa'dun cəlis. Və Sa'd ibn Əbu Vaqqas da oturub. Fətərəkə Rasulullah sallallahu aleyhi ve sellem rəculən huvə a'cabuhum iləyyə fəqultu ya Rasulallah mələkə ən fulən. Yəni bunlar gəlirlər Peyğəmbər sallallahu aleyhi ve sellem onlara nəsə mal verir. Və bir kişi də oturur ənsarlardan. Sa'd onu tanıyır, Sa'd radiyallahu anh. Sa'd onu tanıyır. Gör ki Peyğəmbər sallallahu aleyhi ve sellem ona heç nə vermədi. Verdi onlara ki hansı ki bunlar təzi gəlirlər. Yəni Sa'd ki kimi tərifləyirdi, onun dərəcəsində deyirlər. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem onları çox verdi. Fəqultu ya Rasulallah, bu vaxt Sa'd deyir ki, ya Rasulallah, mələkə ən fulən, yəni, bəs onun üç vermədin? Fəvallahi inni lə ərahu müminə. Çünki vallahi, həm də and içir ki, vallahi mən onu mömin görəm. Yəni, mömin də o. Sən amma o birisilərə üstünlüyü verdin. Fəqalə o müslimən. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, o da mömin deyir və ya müsəlman. Və ya müsəlman. Sonra fəsəkkətə qalilən. Sonra biraz sustu. Thumma qalabani ma a'lamu minhu fa'udtu li maqalati faqultu ma laka an fulan. Lakin Sa'd dözmədi. Dedi: "Ya Rasulullah, bəs falan kəs?" Bu vaxt yenə and içir. "Fa vallahi inni la arahu mu'mina." Vallahi mən onu mömin görürəm. O mömindir. Yəni o imanlıdır. Və fəqalə o müslimən. Peyğəmbər sallallahu aleyhi ve sellem ya müsəlmandır. Thumma qalabani ma a'lamu minhu fa'udtu li maqalati və adə Rasulullah sallallahu aleyhi ve sellem
ثم قال يا سعد إني لا أعطي الرجل وغيره أحب إلي منه. Bak, üçüncü dəfə bunu deyəndə Səad, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, ya Səad, mən ola bilər birinə az verim və ya birini verməyim. Ancaq mən onu çox istəyirəm, onu sevirəm, çox istəyirəm, amma ola bilsin ona verməyim. Sonra deyir ki, xaşiyyətə ən yakubbuhullahu finnar. Qorxuram ki, o birisilər təzələr, onlara verməsən. Onlar qaydacaqlar küfrə və gələcəklər belə cəhənnəmə. Yəni, bu hədisdə müəllif gətirir ki, zahir müsəlman olmağa kifayətdir, bu bir faydalardan. İkinci, Peyğəmbər sallallahu aleyhi ve sellem maddi hərdən yardımlar eləyirdi, xüsusən təzə gələnlərə. Çünki hədis də göstərir ki, maddiyyət təsirləyir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bundan istifadə eləyirdi ki, qəlbləri yaxınlaşdırmaq üçün. Həm də maddiyyət təsirləyir, güclü təsiri var. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem baxmayaraq, hansısa sahabə oturmuşdu yanında, lakin təzə gələnlərə üstünlüyü verdi. Və belə şey var. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem bir dəfə qəniməti böləndə xavaricilərdən biri Zülxüveysira dedi ki, adil ol. Peyğəmbər sallallahu aleyhi ve sellemə dedi, adil ol. Və Peyğəmbər sallallahu aleyhi ve sellem dedi, məndən adili varmı? Lakin hərdən olurdu ki, məsələn, hansısa bir zəifə, ola bilər imanda və ya məsələn, hikmət var idi onda, ona artıq versin. Və həmçinin hədisdə olan faydalardan bir neçə dəfə təkrarlamaq. Görürsən, Səd dayanmır. Səd görür ki, necə mümini qoyub, sahabini, təzə gələnlərə daha çox verir Peyğəmbər sallallahu aleyhi ve sellem, həmçinin faydalardan qışqırmadı. Və ya Zülxüveysirə kimi demir ki, ya Rasulullah adil olur və s. Yəni, sakitcə dedi Peyğəmbər sallallahu aleyhi ve sellemə. Bu onu göstərir ki, hakimə nəsə demək istəyirsənsə, sakit deməkcə yanında. Yəni, qışqırmaq lazım deyil. Yəni, bu da demək var ki, faydalardandır. Və Peyğəmbər sallallahu aleyhi ve sellem həmçinin görsədir ki, vəziyyətə görə hərəkət edib. Yəni, daha mühümə üstünlük verib. Baxmanın yanında sahabələr də var idi. Həmçinin İbn Həcər də, rəhimullah, burada gətirir ki, həmçinin burada murciələrə rədd var, qulatül murciələrə. Çünki qulatül murciələr, yəni ifrata varmış murciələr, onlar deyirlər ki, dillə demək artıq mömin sayılırsan. Amma hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem fikir versə, sahabə deyir, mömindir, deyir, yox, müsəlmandır. Mömindir, deyir, yox, müsəlmandır. Bir dənə dinlə, bir dənə tələffüz eləmək, hələm o demək deyirsən, möminsən. Sonra Şeyx Rahimullah burada deməli, başqa fəsil gətirir, 20-ci bab, deməli, 20-ci bab, 28-ci hədis. Müəllif deyir ki, Rahimullah, İmam Buxari, İfşəüs-sələm minəl-İsləm. Yəni, bunların hamısını iman kitabında gətirir. Salamı yaymaq İslamdandır. İndi salam məsələlərinə toxunur. Yəni, salamı yaymaq da İslamdandır, yəni imandandır. Burada deyir ki, və qalə Ammar, orada müəlləq bir rivayət gətirir Ammardan, inşallah səhid o. Deyir ki, qalə Ammar, thələthun mən cəməəhunnə fəqəd cəməəl iman. Ammar deyir ki, Ammar, Peyğəmbər sallallahu aleyhi ve sellem sözü deyir. Deyir ki, kim üç şeyi özündə cəm eləsə, artıq demək olar ki, imanı cəm eləyib özündə. İmanı cəm eləyib. Hansılar da olar? Birinci, əl-insafu min nəfsik. Əl-insafu min nəfsik. Yəni, insaflı olmaq öz nəfsindən. İnsaflı. Çünki insaflı olan adam Allah qarşısına da insaflı olacaq. Yəni, yardım eləyəcək, zülm eləməyəcək, haqlara girməyəcək. İnsaf mühümdür insanda. Onda deyir ki, bu üç şey kimdə cəm olsa, iman onda cəm olar. Birinci, insaflı, özü ilə insaflı olmaq. Əgər insan özü ilə insaflıdırsa, əlbəttə ki, o başqasıyla da insaflıdır. İkinci, və bəzlü sələmi lil-aləm, salamı yaymaq, salamı tanıdığın, tanımadan adama vermək. Və üçüncü də əl-infaqu minəl-iqtari. Əl-infaqu minəl-iqtari, kasıb ola-ola nəfəqə vermək, yardım eləmək.
kasıb ola sədəqə vermək. Bu üç şey kimdə olsa, insaf özü ilə, salamı yaymaqla və kasıb ola sədəqə verməklə, deməli, iman onda cəm olar. Və burada müəllif Buxari rahimehullah artıq hədisi gətirir, 28-ci hədis. Deyir ki, həddəsənə Qutaybə, qalə həddəsənə Leyth, ən Yezid ibn Əbi Habib, ən Əbil Xeyr, ən Abdillah ibn Umar, və ya ən Abdillah ibn Amr, ənə rəculən səələ Rasulullah sallallahu aleyhi ve sellem, eyyül İslami xeyr, qalə tut'imul ta'am və təqra'us səlam alə mən arafdə və mən ləm ta'rif. O vaxt ki, Buxari rahimehullah bir müəlliq rivayət gətirdi Ammardan. İndi isə hədis gətirir Peyğəmbər sallallahu aleyhi ve sellem. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bir kişi soruşdu ki, ya Rasulallah, hansı İslam xeyirlidir? Yəni, İslamda hansı əməl xeyirlidir? Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, tut'imut ta'am, yemək vermək ehtiyaclara. Tut'imut ta'am. Və sonra deyir ki, və təqra'us səlam. Təqra'us səlam alə mən arafdə və mən ləm ta'rif. Tanıdığını və tanımadığını adamlara salam vermək. Ən xeyirli İslam budur. Yəni, bu hədisdə təbii ki, görsədir, həm fiziki, həm mənəvi qidadan danışır. Tut'imut ta'am, ehtiyaclı olanlara yemək vermək və təqra'us səlam. Salam elədir ki, salamı hamısı edə bilər. Hamısı edə bilər. Və həmçinin hədisdə gəlir ki, deməli, tanıdın, tanımadın. Tanıdın, tanımadın. Bəli, ümumən. Amma təbii ki, istisnalar var. İstisnalar var. İstisna nədir? Salam məsələlərinə aid olan əhkamlara qayıtmalıyıq. Çünki bu hədis ümumən deyib, bəli. Biri gəlib deyə bilər, onda sən ne üçün mənə salam vermirsən? Məsələn, hansı bidətçi? Dəvət edən bidətə. Birinci, qeyri-müsəlmana salamla başlamırsan. O, necə görüşsə, sən hələ görüşürsən. Lakin birdən elə ola bilər ki, məsələn, bəzi qardaşlar, məsələn, elə yerdə yaşlılar, xaricdə, ətrafı çoxsu qeyri-müsəlmanlardır. Bədən elə bir məqam ola bilər ki, baxır sənə üzvə belə, gözləyirsən, nəsə deyəsən, sən görüşəsən. Onda deyə bilərsən, məsələn, qəlcəlaza, urçca, məsələn, və ya İngilizcə. Deyə bilərsən, hə, necəsiz, zat belə. Başlaya bilərsən. Amma belə, ümumən, o gözləyirsən, o birinci verməlidir ki, sən cavab verəsən. Həmçinin istisnadır bidətçilər. Bidətçilər, hansı ki, bidətə dəvət edənlər. Onlara da salam verməyi vermirsən salam. Hətta elələri var ki, salam versə də salamını almırsan. Baxmayaq, salam almaq vacibdir verməyə baxanda, vacibdir. Hətta namazı içində salam alırsan. Yəni, salam, namaz qılanda birdən biri salam versə, təbii ki, qayıdıb demirsən, və aleykum salam, elə demirsən. İşarə ilə, ya barmaqla, belə şəhadət barmaqla belə, ya məsələn, belə atca hərəkət, ya məsələn, başla atca belə hərəkət edirsən, salamın cavabı alınır. Çünki salamın cavabını almaq vacibdir, vermək isə vacib deyil, müstəhəbdir. Deməli, istisna kimlərdir? Qeyri-müsəlmanlar və bidətçilərin dəvətçiləri. Və təbii ki, bunda da salamı yaymaqda birinci, bura daxildir əxlaq. Əxlaqdandır. İkinci, təvazükarlıqdır. Həmçinin cəmiyyətdə mehribançılığa səbəb olur. Mehribançılığa çünki sən lap tanımasın, salam verəndə adam başqa cür məsələn. Düzdür, qabaq kənd yerlərində o adət var idi. Tanıdın, tanımadın, hamı bir-birinə salam verirdi. Kənd yerinə girirdin, hamı görüşürdü, salam verirdi. Lakin o ab-hava saat deyil, yoxdur. Şəhərdə heç yoxdur. Nadir hallarda, o da məsələn yaşlılar idi, kimlər o vaxtdan qalıb, birdən görürsən, görüşür. O ab-hava təbii ki, zəifliyib cəmiyyətdə. Bu da nəyə gətirib çıxardı? Bölünmələrə, soyuqluğa cəmiyyətdə, insanlar arasında. Və sonra Şeyx Rahimullah 21-ci fəsilə gəlir, 29-cu hədisə. 29-cu hədisə, lakin bu hədis, mən istəyirəm deyənə bu hədisdə, çünki Peyğəmbər sallallahu aleyhi ve sellem orada qadınlara toxunur, qadınlara və deyir ki, o hədis hansı ki, əgər illərlə ona yaxşılıq eləsin, sonra bir dənə nəsə olsa,
Yəni sənə deyəcək ki, sən mənə heç vaxt xeyir iş görməmsən, heç vaxt xeyir eləməmsən. Lakin bu qalsın, inşallah gələn məclisimizə Allah İmam Buxariyə rəhmət eləsin. Allah bizə işli faydalardan etsin. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.